Salam, hər vaxtınız xeyir olsun. Monitoring TV-də xəbər vaxtıdır. Studiyada mən Aynur Kərimli. Bugün gündəmdə baş verən ən son hadisələri sizin nəzərinizə çatdırıram. Belə ki, Azərbaycan Təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı il dönümü tamam olur. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədi ilə kəşfiyyat və əks kəşfiyyat xidməti yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli sərəncamına əsasən hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Elə Azərbaycanda təhlükəsizlik orqanlarının milliləşməsi də Ulu Öndərin adı ilə bağlıdır. Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan Təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni zamanda Azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu. Ulu Öndərin 1967-ci il Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycan təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr edən ümummilli lider Heydər Əliyev illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb. Dahi rəhbərin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Ulu Öndərin xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar Dövlət Təhlükəsizlik Xidmətinin şəxsi heyəti tərəfindən daim rəhbər tutulur. Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb. Bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, ölkəmizə qarşı yönələn terror təxribat, kəşfiyyat pozuculuq əməlləri ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb. Kiber təhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib. Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi yüksək diqqət və qayğı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinə xidmət edir. Azərbaycanın xüsusi xidmət orqanları işğaldan azad olunan ərazilərdə uğurla fəaliyyət göstərir. Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını bu ildə böyük şövqlə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı zəfərin qazanılmasında, 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərində, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünə məxsus payı var. Müharibənin başa çatmasından və lokal xarakterli antiterror tədbirlərindən sonra da təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə hazırda xidməti fəaliyyətlərini uğurla davam etdirirlər. Bugün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının əməkdaşları müasir çağırışlara uyğun şəkildə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından
qətiyyətlə qoruyurlar. Biz də Monitoring TV-nin rəhbərliyi adından Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan təhlükəsizlik orqanlarımızın əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edir. Çətin və şərəfli xidmətlərində yeni uğurlar arzuluyuruq. Və növbəti xəbərimizlə davam edirik. Rusiya və Amerika Birləşmiş Ştatları arasında məsləhətləşmələrin ikinci raundu aprelin ortalarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tuta bilər. Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb. Rusiya və ABŞ arasında texniki məsləhətləşmələr davam edəcək. Baxmayaraq ki, danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təşkilati məsələlər hələ müzakirə olunmayıb. Nümayəndə heyətləri aprelin ortalarında Ər-Riyadda növbəti görüş keçirə bilər deyə mənbə bildirib. Bu arada rəsmi Moskva Avropada daxil olmaqla Rusiya-Ukrayna münasibətlərinin nizamlanması üzərində işləməyə hazırdır. Lakin bundan sonra Qərbə həddindən artıq inamla bağlı səhvlərə yol verməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Arxangelsk sualtı qayıqının dənizçiləri ilə danışarkən deyib. Biz Avropa ilə da işləməyə hazırıq. Onlar sadəcə olaraq qeyri-sabitlik nümayiş etdirirlər və daim bizim burnumuzdan tutmağa çalışırlar, deyə Putin qeyd edib. Amma eybi yoxdur, biz artıq buna öyrəşmişik. Ümid edirəm ki, partnyor adlandırdığımız şəxslərə hədsiz inam əsasında heç bir səhvə yol verməyəcək deyə o fikirlərini yekunlaşdırıb. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio isə hesab edir ki, Rusiya ilə yüksək səviyyəli danışıqları gözləməyin vaxtı hələ yetişməyib. Mətbuat konfransında müxbir dövlət katibindən ABŞ-nin Rusiya və Ukrayna ilə Səudiyyə Ərəbistanında aparılan müzakirələrdən sonra Moskva ilə yüksək səviyyəli danışıqlarının vaxtının çatıb-çatmadığını soruşub. Rubio qeyd edib ki, hazırki mərhələdə əsas texniki səviyyədə irəliləyiş əldə edilməsidir. Düşünürəm ki, texniki səviyyədə daha çox inkişaf əldə etməliyik. Hər iki tərəfin xüsusilə də bizim illərdir danışmadığımız Rusiya tərəfinin etməli olduğu çox şey var deyə Amerika Birləşmiş Ştatları dövlət katibi söyləyib. Və növbəti xəbərə keçid alırıq. Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin 3 keçmiş prezidentini seçilməmiş üçlük adlandırıb. Onlar siyasi meyillərdir. Nə Robert Koşeryan, nə də Serj Sarkisyan prezident seçilib. Levon Ter-Petrosyan da 1996-cı ildə prezident seçilməyib. Onlar seçilməmiş üçlükdür deyə Simonyan jurnalistlərlə söhbətində deyib. Baş nazir Nikol Paşinyan martın 27-sində parlamentdə hökumət saatı zamanı deyib ki, keçmiş prezidentlər onu təslimçi adlandırırlar. O, növbəti dəfə Levon Ter-Petrosyanı, Robert Koşeryanı və Serj Sarkisyanı debata dəvət edib və aqressiv tonda onları divara sıxacağını bildirib. Paşinyan iddia edib ki, divardan siyasi meyitlərin qalıqları qoparılacaq. Simonyan isə bildirib ki, o, Paşinyanın sözlərini təsdiqləyir. Bundan əlavə, o, keçmiş prezidentlərin ofislərinin Paşinyanın çıxışına cavab verməsi ilə bağlı bildirib ki, sabiq dövlət başçılarının yalnız bir yolu var – debatlar. 3 keçmiş prezidentdən biri maraqlı debatla gedə bilərmi? Biz onları hamımız yaxşı tanıyırıq deyə parlamentin spikeri qeyd edib. Qardaş ölkə Türkiyədə də vəziyyət gərgin olaraq qalıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, rəsmi Ankara regiondakı sosial gərginlikləri Türkiyəyə gətirmək istəyənlərə fürsət verməyəcək. Fərqlilikləri münaqişə və qütbləşmə mənbəyi kimi yox, bəşəri zənginlik kimi görən ənənəmizə sığınmalıyıq. Hansı inanca, etnik qruplaşmaya mənsub olmasından asılı olmayaraq, 85 milyonun hər biri fərdinin özünü digərləri ilə bərabər hiss etməsi üçün mübarizə aparmışıq deyə o bildirib. Yeri gəlmişkən, İstanbul Baş Prokurorluğunun Böyükşəhər Bələdiyyəsinə qarşı başladığı korrupsiya istintaqı çərçivəsində həbs edilən 14 şübhəliyə aid olduğu təsbit olunan daha 12 şirkətin hesablarına həbs qoyulub. Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədi ilə mitinqlər və nümayişlər keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib. Daxili İşlər Nazirliyinin məlumatına görə sonradan ixtişaşlara çevrilən aksiyalarda 1879 nəfər saxlanılıb, onlardan 260-ı isə həbs olunub. Fransa prokurorluğu ölkənin keçmiş prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasında Liviya hökuməti tərəfindən maliyyələşdirməkdə ittiham edib. Bildirilir ki, 2007-2012-ci illərdə dövlət başçısı olan 70 yaşlı Sarkozini 7 il həbs və 300 min avro cərimə gözləyir. Sarkozi həqiqəti üzə çıxarmaq üçün mübarizəni davam etdirəcəyini bildirib. O, ittihamları yalan adlandırıb və günahsızlığını sübut etmək niyyətində olduğunu vurğulayıb. Rusiya Federal Təhlükəsizlik
xidməti Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb. Bildirilib ki, saxlanılan şəxsdən 5 kiloqramlıq bomba götürülüb. Onun Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğu qeyd olunub. Saxlanılan şəxs ilkin ifadəsində terror aktını törətdikdən sonra Rusiya silahlı qüvvələrinə qarşı döyüşmək üçün Ukraynaya getməyi planlaşdırdığını bildirib. İsrail ordusu özünü jurnalist kimi qələmə verən Həmas döyüşçüsünü məhv edib. Bildirilir ki, İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində özünü Əl-Cəzirə kanalının jurnalisti kimi qələmə verən Beyt Hanun batalyonunun snayperi Hossam Bazel Abdulkarim Şabat öldürülüb. Qeyd olunur ki, Təhlükəsizlik Qüvvələri terrorçunun Həmas hərbi qanadı ilə birbaşa əlaqəsini ifşa edərək, onun 2019-cu ildə Beyt Hanun batalyonu tərəfindən keçirilən hərbi təlimlərdə iştirak etdiyini sübut edən sənədlər dərc ediblər. O da vurğulanır ki, Şabat hazırki müharibə zamanı hərbçilərə və İsrail mülki şəxslərinə qarşı terror aktları törədib. İndi isə ölkəmizdə baş verənlərə nəzər salırıq. Belə ki, martın 27-sində Bakının Yasamal rayonunda yaşayış olan evi sökən Melisa Qrup tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. O, ötən gün baş verən hadisə ilə bağlı açılan cinayət işi çərçivəsində tutulub. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Xatırladaq ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu 1-ci Alatava masivi Abdulvahab Salamzadə küçəsində sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub. Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin yaydığı məlumata görə söküntü işləri müvafiq icazə olmadan aparılıb. Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Cinayət işi açılıb. Xankəndidə elektrik cərəyanı 27 yaşlı kişini vuraraq öldürüb. Məlumata görə Amin Abidov transformatordan naqil kəsərkən elektrik cərəyanı onu vurub. Nəticədə o hadisə yerində ölüb. Amin Abidovun meyidi müayinə üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Bərdə şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Goranboyda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Balakürt kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov 2008-ci il təvəllüdlü olan qız övladına ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib. Yeniyetmə qıza ilkin yardım göstərilib. Vəziyyəti yaxşıdır. Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 17 yaşlı qızına bıçaqla xəsarət yetirən ata 46 yaşlı Rafiq Cəfərov saxlanılıb. Araşdırmalar davam etdirilir. Beləcə bugünə və bu saata sizə çatdıracaqlarım bunlar idi. Studiyada mən idim Aynur Kərimli. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik.